Salam, hər vaxtınız xeyir olsun. 2025-ci il 26 oktyabr tarixində OTK-nın həyata keçirdiyi blok imtahanı 1-in OTK sınaq 1 tarix suallarının 9-cu 10-cu sinif tarix suallarının gəlin izahı ilə tanış olaq. Demək, 31-ci sualda Qərbi Roma imperiyasına aid deyil. 395-476-da mövcud olub. Amit döyüşü isə 359-da baş verib. A yanlışdır. İtaliyanı əhatə eləyirdi. Hunlarla mübarizəsi var. Hansı ki Attilanı deyə bilərik, elə 451-52 Katalan və onun Romaya hücumunu. Vahid dövlətin parçalanması ilə 395-də yaranmışdı. German tayfaları tərəfindən də 476-cı ildə süquta uğradılmışdı. Azərbaycanda mövcud olan tayfa ittifaqları və dövlət qurumları ilə bağlı yanlış fikir. Assuriya qarşı mübarizədə qədim Azərbaycan tayfalarının vahid dövlət halında birləşməsi zəruri idi. İdarəçiliyin yerli məmurlara həvalə olunması Kutilərin iki çay arasında, yəni Mesopotamiyadakı 100 illik hakimiyyəti dövründə mövqelərini gücləndirmir. Əksinə zəifləmələrinə və sonuncu hökmdar Tirkana qarşı baş verən üsyan nəticəsində Kutilərin hakimiyyətinə son qoyulmasına səbəb olmuşdu. Digər variantlar öz növbəsində doğrudur. 33-ə baxaq, xəritədə rəqəmlərlə işarələnmiş hansı əraziyə aid yaşayış məntəqəsi yoxdur. Sərkar təpə, demək Xaçmazdadır 4 var. Baba Dərviş Qazaxdadır 3 var. Qobustan Bakı yaxınlığındadır 2 var. Kültəpə Naxçıvandadır 5 var. Gördüyünüz kimi 1, yəni D variantına aid yaşayış məntəqəsi yoxdur. 34-cü suala baxırıq. Eyni əsrdə baş verən hadisələr. Hun dövlətinin parçalanması eradan əvvəl 58, Tiberi Qıraq, Qayqıraq qardaşların 133-123-də islahat keçirdi. Fərqli əsrlərə uyğun gəlir. Çində qırmızı qaşlar üsyanı bizim eranın ilk əsridir. Misirin Roma tərəfindən işğal olunması isə bizim eramızdan əvvəl 1-ci əsrdir. Uyğun gəlmir. Roma Yunanistanı eradan əvvəl 146-da tutub, Parfiyanın Atropatenanı işğal eləməsi bizim eranın 1-ci əsridir. Uyğun gəlmir. Pompeyin Albaniya hücumu eradan əvvəl 1-ci əsrdir. Alanların Albaniya yürüşü bizim eranın 1-ci əsridir. Spartak üsyanı eradan əvvəl 74-71 eradan əvvəl 1-ci əsr. Zoberin tabe olması eradan əvvəl 36 Kanidiya. Bax, bu uyğun gəlir E bəndi. Albaniya dövlətinin eradan əvvəl 3-cü əsrinə aid nədir? Əsas istehsalçı təbəqə qullar idi. Xeyr, Albaniya və Atropatena klassik qullar dövlət olmayıblar. Demək, orada qul əməyindən məhdud səviyyədə istifadə olunurdu. Selevki işğalına məruz qalmayıb. Pompey ilə müqavilə eradan əvvəl 1-ci əsrdir. D variantı doğru fikirdir. 36-cı sualda daha əvvəl baş vermişdir. Roma şəhərinin əsası qoyulub eradan əvvəl 753. Bütün hadisələr eradan əvvəldir. Daha onu burada yazın. Hindistanda kastalar eradan əvvəl 2-ci minillikdə. İlk yazılı müqavilənin imzalanması, daha doğrusu kastalar 1-ci minillikdən başlayır. İlk yazılı müqavilənin imzalanması eradan əvvəl 13-cü əsr Kadeş sülhü. İlk imperiyanın yaranması eradan əvvəl 24-cü əsr. Akkad imperiyasından söhbət gedir. Sargon tərəfindən yaradılmışdı Mesopotamiyanın birləşdirilməsi ilə. Və burada daha əvvəl baş verən hadisə 3-cü minilliyə uyğun gələn D bəndi olur. Bu da eradan əvvəl 776 Olimpiya oyunları. Albanlar hansı döyüşdə Sasani ilə müttəfiq olmayıb? Kürd sahili döyüşündə olmayıblar. Dizravda, Amitdə, Kaysiyədə, Ktesfonda olublar müttəfiq kimi. Demək 1-4 olur, cavablarımız E bəndi. Arşakilər sülaləsinin Atropatena ilə oxşar, Atropatilər sülaləsindən oxşar Mehrənlərdən fərqli xüsusiyyət. Sasani dövlətinin tərkibində müharibələrdə iştirak etməsi Atropatilərə aid xüsusiyyət deyil. Xristianlığın qəbul edilməsi, Atropatilər xristianlığı qəbul eləməyib zərdüşt olublar. Bizans imperiyası ilə diplomatik münasibət. Bizans 395-də meydana gəlib, Atropatilər bizim eranın 20-ci ilində hakimiyyətlərinə son qoyulmuşdu. Albaniyanın idarə edilməsi, Albaniyanı Alban tayfaları idarə edirdi. Yanlışdır. E bəndi Atropatenanın ərazilərini idarə etmələri. Arşakilər sülaləsi bizim eranın 20-ci ilində bildiyiniz kimi Atropatenanı işğal edir və onların hakimiyyəti altına keçir. Arşakilər və Atropatenanı təbii ki, eradan əvvəl 321-də Atropatilər sülaləsi yaratmışdı. E bəndi olur, doğru cavabımız. 39-cu suala baxaq və eradan əvvəl 13-cü əsrdə Hitləri məğlub edən Ramzesdir. Demək, Mesopotamiyanı ələ keçirib vahid dövləti yaradan Sargondur və ölkədə öz məlumatlarını çatdırmaq üçün 33 kitabə qoyduran Mariya sülaləsinin nümayəndəsi Aşokadır. C bəndi olur. 40-cı sual maraqlı sualdır. Bu burada xarici siyasətdən söhbət gedir. Mannan xarici siyasətinə. Bu sualın izahını bildirməmişdən əvvəl qeyd edeyim ki, əziz 9-cu, 10-cu sinif abituriyentləri və ya bu videonu izləyən başqa abituriyentlərimiz, müəllimlərimiz noyabr ayının 1-dən etibarən fəaliyyətə başlayacaq sınaq qruplarımıza qoşula bilərlər. Sınaq qruplarımıza qoşulmaqla siz həftənin hər gün test işləyirsiniz. Bütün testlərin izahı ilə siz təmin olunursunuz. Bütün mövzuların izahları ilə həmçinin imtahana hazırlaşmaq üçün nəyi necə eləmək lazımdırsa da, düzgün proqramı necə tərtib etmək, hansı mövzunu, hansı zaman aralığında
bitirməli olduğunuz sizlərə bildirilir və siz həm müəllim dəstəyi almış olursunuz 7-24, həm hazırlığa gedirsinizsə və ya özünüz hazırlaşırsınızsa, bu qruplara qoşulmaqla tarixdə daha da təkmilləşdirilmiş formada hazırlaşa bilirsiniz. İmtahanlarda da əvvəlki illərdə o uğuru əldə edən, bizə qoşulub o yüzlərlə uğur əldə edən abituriyentlərdən biri də siz olursunuz. Bunun üçün 055 403 37 53 nömrəsinə yaza bilərsiniz. Bu sualımıza gəldikdə isə Ulusununun xarici siyasəti Urartu ilə müəyyən qədər yaxınlaşır. B variantı daxili siyasətidir. Assuriya ilə münasibətləri sonradan bərpa edir. C variantı da xarici siyasətinə uyğun gəlir. Ağşehirinin xarici siyasətinə gəldikdə isə Assuriyadan uzaqlaşır. Mərkəzi hakimiyyətə qarşı üsyan daxili siyasətidir. İskitlə də yaxınlaşmışdır. Demək 1AC, 2C variantı olur. O da hardadır? D bəndindədir. Misirlə Makedoniya oxşar cəhət deyil. A oxşardır, B oxşardır, C oxşardır. Yunan şəhər dövlətləri ilə mübarizə bu Makedoniyaya aiddir. Misirin Yunanistanla hər hansısa bir müharibəsi yoxdur. E variantı da onun növbəsində oxşar idi. Burada xəritədə verilən dövlət gördüyünüz kimi Çindir. Xəritədə də çətinliyiniz varsa onunla da bağlı video izahlarımız var. Ümumiyyətlə bu il bütün videolarımız yenilənir. Ən son dərsliklərə əsasən, proqrama əsasən Azərbaycan ümumi tarixdən dərs izahları paylaşılıb və paylaşılmağa davam edir. Xəritə izahları da var kanalımızda. Eradan əvvəl 3-cü əsr Çin tarixi. Vahid qanunlar Sinşuandir. Mario sülaləsi Hindistandır. Ari tayfaları Hindistandır. Hunlarla mübarizə və yeni sülalələr. Sin sülaləsi, Xan sülaləsi hakimiyyətə gəlmişdi müvafiq olaraq. Mətnlə bağlı doğru fikir. Keçən ildə OTK-da bu sual istifadə olunmuşdur. Yenə təkrar istifadə olunub. Burada gördüyünüz kimi ovçuluq və yığıcılıq nəyə əhatə eləyir? Mənimsəmə, istehlak, təsərrüfatın. E bəndə olur cavabımız. 44-cü suala demək gəldikdə 44 bizdə buradadır. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavab. 387-ci il Sasani-Roma müqaviləsi Amitdə itirilən torpaqlar yox, Dizraqda itirilən torpaqları geri qaytarır albanlar. 1-ci Şapur qalib gəlir. 2-ci Vaçe yox, 1-ci Vaçe tabe edilir. 629-cu il, 591-ci il Sasani-Bizans müqavilələri nəticəsində Albaniya Sasaninin tərkibində qalır və Mehranilərin 705-də hakimiyyəti başa çatır. Albaniya süquta uğrayır. Hindistanda Mario sülaləsi süqut elədiyi əsr eradan əvvəl 182-ci əsrdir. Eradan əvvəl 2-ci əsr Atropatena və Roma. 3-cü Antioxun yürüşü eradan əvvəl 223-cü əsrdə uyğun gəlmir. Parfiya ilə müttəfiq idilər bu dövrdə Romaya qarşı. Ariobarzan eradan əvvəl 1-ci əsrdə hakimiyyətdə olmuşdur. Demək 1-də olur B variantı. İkinci tərəfə baxanda Romaya konsullar idarə edirdi, 2 dənə konsul. Pun müharibələrində qalib gəlmişdi eradan əvvəl 264-146-da başa çatan o Pun müharibəsində. Qulların öldürülməsinin qadağan edilməsi bizim eranın 2-ci əsri olur. Ona görə 1B, 2AB cavabı. 46-da hansı döyüşə aid xüsusiyyət yoxdur? Leonidin öldürülməsi 300 Spartalı. Fermopil keçidi döyüşü var. Spartdan başqa bütün Yunan şəhərləri Xeroniyada tutulur, var. 3-cü Daranın məğlub olması İs döyüşü var. Krasın məğlub olması Karra döyüşü var. Eradan əvvəl 36 Frasbiyə aid hadisə yoxdur. Albaniya mədəniyyətinə aiddir. A variantı Mannaya aiddir. B variantı Hindistana aiddir. C variantı Atropatenaya aiddir. D Mannaya aiddir. Şəkinin Böyük Dəhnə kəndindən tapılan daş kitabə Alban mədəniyyətidir. Afina ilə Spartanın eradan əvvəl 5-ci əsr 431-404-də həmən o dövlətlər Yunanistana ağalıq, Yunanistanı ələ keçirmək uğrunda mübarizə aparmışlar. Hansı hadisəyə aid nəticə qismi yoxdur? Taxılın digər zəruri ərzaq məhsullarının ixracı qadağan olundu eradan əvvəl 594 Solon islahatlarında var. Vətəndaş istədiyi vəzifəni tuta bilər. Perikl islahatlarından sonra var, ona aid xüsusiyyətdə. Ölkəni vilayətlərə bölmüşdü, 36 vilayətə. Sinşuan, ona da aid xüsusiyyət var. Quldarların torpaqlarının ölçüsünə məhdudiyyət qoyulur və yerdə qalan hissəsi patrislərdən alınıb plebeylərə paylanır. Demək, Qıraq qardaşların islahatlarına aid məlumat da var. Amma A bəndi eradan əvvəl 7-ci əsrdəki Afinadakı Drakon qanunlarına aid xüsusiyyət yoxdur. Demək, 50-ci suala baxaq. Alt paleolitdə Neandertal insanın yaranması yanlışdır. Çünki bacarıqlı yaranmışdı. Orta paleolitdə yox, üst paleolitdə yaranıb qəbilə quruluşu. Neolitdə yox, erkən tuncda olubdur qəbilənin birləşərək tayfanın yaranması. Mezolit dövründə insanlar hələ də mənimsəməklə məşğul olurdular. Bəli, baxmayaraq ki, istehsal təsərrüfatına keçid olur, sadəcə keçiddir. Amma yenə də ovçuluq, yığıcılıq, yəni var, mühüm yer tutur insanların həyatında.
Enolit dövründə yox, erkən Tunisdə öl yandırma olubdur. Yeni Alban əlifbasını tərtib edib Asuagen, demək Asuagenin altında biri axtarırıq, ya budur, ya da budur. Sasanilərə qarşı azadlıq mübarizəsi aparıbdır. İkinci Vati, ikinci Vatinin altında 2 nömrəli cavab axtarırıq. Cavabımız hazırdır. Alban vilayətlərini birləşdirib həqiqətən də Qoçaq Baçaqan 3 buradadır və 2-ci Şapurla müttəfiq olub Burnayır buradadır. Demək 5 uyğunluğu doğru uyğunluqdur. Buradakı mətndə eradan əvvəl 4-3-cü əsr Çindən danışılır, vuruşan padşahlar dövründən, burada isə Misirdən danışır. Həm nomların mübarizəsinin nəticəsində, həm vuruşan padşahlıqlar dövrünün bitməsinin nəticəsində Misirdə eradan əvvəl 4-cü minilliyin sonunda, Çində isə eradan əvvəl 221-də Sinşuan tərəfindən vahid dövlətin yaradılma prosesi baş verdi. Xronoloji ardıcılığa gəldikdə 3-cü Mömin Vaçaqan 487-də hakimiyyətə gəlir. Bərdənin paytaxta çevrilməsi 2-ci Vatinin hakimiyyətə gəlməsi ilə təxminən 444-dən Arşakilər sülaləsinin hakimiyyəti başa çatır 510-da, Urnayr tərəfindən idarə olunması 4-cü əsrin əvvəllərindən 313-dən deyək və burada da ardıcıllığımız demək olur 4, 2, 1 və 3. Roma imperiyası ilə müharibə aparmayan dövlətlər. Roma imperiyası yaranıb eradan əvvəl 27-dən bizim eranın 395-nə qədər mövcud olubdur. Sasanilər Roman imperiyası ilə mübarizə aparıblar Amit-Dizrafda. Albaniya Roma imperiyası ilə Amit-Dizraf döyüşündə Sasani müttəfiqi kimi mübarizə aparıb. Parfiya yeganə dövlətdir ki, həm respublika dövründə, həm imperiya dövründə, Mark Trayanın dövründə müharibələr aparıb. Amma Franklar və Atropatena onların imperiya dövründə mübarizə aparmayıb. Daha sonra baxaq demək 55-ci suala. Eradan əvvəl 3-cü əsr, eradan əvvəl 2-ci əsrə aid oxşar cəhətlər. Çində xan sülaləsinin hakimiyyətdə olması. Bəli, çünki onlar eradan əvvəl 206-dan ta ki bizim eranın 3-cü əsrin əvvəllərinə qədər hakimiyyətdə olublar. Atropatena 223-dən 190-a qədər, yəni həm 3, həm 2-ci əsrlərdə Selevkin tərkibində olub. Alanların yürüşləri bizim eranın 1-ci, 2-ci, 3-cü əsrlərində olub Azərbaycana və 11-ci əsrdə. Çində vuruşan padşahlıqlar dövrü eradan əvvəl 3-cü əsrdə başa çatıb, yəni 2-ci əsrdə olmayıb eradan əvvəl. Pun müharibələri 264-də başlayıb eradan əvvəl 146-ya qədər davam edib. Həm 3, həm də 2-də olubdur. 1, 2, 5 olur. Midiya dövlətinə aiddir. Birinci uyğunluq doğrudur. Burada Kiaksar yox, Kaştarita olmalı idi. Hökmdar Astiaq Midiyada İskit ağalına son qoyuldu. Son qoydu daha doğrusu. Xeyr, burada olmalı idi demək kimin adı? Kiaksarın adı və Kiaksar Midiyanı imperiyaya çevirir. Bəli. 4 uyğunluğu doğrudur. Assuriyanı tutandan sonra demək 56-da da olur 1-4. 57-yə baxanda işğalçı müharibələr aparmaları ortaqdır. Misiri Roma işğal edib, Heroqlif Çinə aiddir. Üsyanlar hər ikisində var. Məsələn, Romada Spartak üsyanı, Çində deyək ki, qırmızı qaşlar, sarı sarıqlar. 12 lövhə qanununda 5-ci əsrin ortaları eradan əvvəl Romaya aiddir. Mətni dayandırıb tanış ola bilərsiniz. Mən birbaşa cavablara keçim. Bu mətn də əvvəlki imtahanlarda istifadə olunan təkrar mətn idi. Demək, söhbət burada bizim eranın 3-cü əsrindən gedir. Bu dövrdə də Arşaki sülaləsi hakimiyyətdədir. Çünki 262 Albaniyanın işğalından söhbət gedir burada. Və Nəqşi Rüstəm abidəsində qeyd olunubdur həmən bax bu məsələlər. Sasani hökmdarının adı burada 1-ci Şapurdur, Alban hökmdarının adı isə 1-ci Vatidir. İzahımızın sonuna gəldik. Digər bütün izahlar da kanalımızda paylaşılacaq. Həm OTK olsun, həm güvən və ya ən əsası da ki, dərs izahlarımız, dimin, sınaq izahları və s. Kanalı izləmədə qalın. Hər birinizə dərslərinizdə uğurlar arzu edir. Sağ olun, salamat qalın.